Xoş gördük, hörmətli izləyicilər. Sizə sabaha aprel ayının 29-na olan hava haqqında məlumatı təqdim edirik. Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacaq. Yarımadanın ayrı-ayrı yerlərində isə qısa müddətli leysan xarakterli olacaq, şimşək çaxacaq. Səhər tədricən kəsiləcək, gündüz dəyişkən, buludlu, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Temperatur gecə 8-10 dərəcə isti, gündüz 10-13 dərəcə isti olacaq. Rayonlarımızda bəzi yerlərdə arabir yağıntılı olacaq, şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə arabir duman müşahidə ediləcək. Qərb küləyi bəzi rayonlarda arabir güclənəcək. Temperatur gecə 9-13 dərəcə isti, gündüz 14-18 dərəcə isti, dağlarda gecə 1 dərəcə şaxtadan 3 dərəcəyə də isti, gündüz 3-8 dərəcə isti olacaq. Belə dəyərli izləyicilər, bu cür dəyişkən havalarda özünüzü qoruyun. Hələlik.